Assalamu alaikum. Deməli, Qəbələnin dağına qalxmışıq. Elə tam da çox qalxmamışıq. Belə gözəl mənzərəsi var buraların. Ne oldu qaqa? Tufandağ deyilən bir yerdəyik, demək olar ki, o ərazidəyik. Belə. Səsən? Mayat. Salam aleyküm. Burası indi buradan düşmək var da. Düşə biləcəyik ya inşallah. İnşallah. Həmişə dediyim kimi, yenə təkrar edirəm. O gedib klublarda, barlarda, haram işlərlə öz aləminizdə istirahat dediyiniz o istirahat deyil vallahi. İstirahat budur. Həqiqətən. Adamın nəfəsi də açılır. Adamın ruhu da dincəlir. Çox gözəldir. Allahın bizə verdiyi nemətləri saysaq sayıb qurtara bilmərik. Təbiət də o nemətlərin içində olan bir nemət. İndi nə varaq? Düşəyə aşağı. Ora. Belə qalxa bilərik, problem yoxdur. Bax doğru, bir dənə balıq var. Yan-yana düşə bilərsən da, yan-yana düşürsən. Bu krasat mənə çəkmir. Yavaş gedirəm. Krasat düşür. Sən qalxaq biz, ha? Bir dənə çək yuxarını, zəhmət olmasın. Aha. Düşəyə neyniyək? Çək. Bir dənə Bu qədər. şeylə. Üzərinə düşsün. Ona görə riqlov göreyim. Bak sürüşmə. Orada düşəcəm. Gel. Ha, Tuba gelsin. Yan yana düş, yan yana. Al telefon.